Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam hörmətli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videoda Azərbaycanda pensiyalar, sosial müavinətlər və ödənişlərlə bağlı gözlənilən dəyişikliklər barədə danışacağıq. Eyni zamanda pensiyaların köçürülmə tarixləri ilə bağlı müzakirə olunan yeniliklər və mümkün artımlar haqqında da məlumat verəcəyik. Videoya başlamazdan əvvəl videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Bu cür gündəlik sosial və iqtisadi xəbərləri daim izləmək üçün bildirişləri aktiv etməyiniz də faydalı olar. Hörmətli izləyicilər, son günlər sosial şəbəkələrdə və müxtəlif informasiya platformalarında pensiya və sosial ödənişlərlə bağlı bir sıra məlumatlar yayılır. Xüsusilə minimum əmək pensiyasının artırılması, sosial müavinətlərdə dəyişikliklər və əmək haqlarının yüksəldilməsi ilə bağlı xəbərlər vətəndaşların diqqət mərkəzindədir. Müzakirə olunan məsələlərdən biri yaşa görə sosial müavinətin artırılmasıdır. Hazırda sosial müavinət alan vətəndaşlar mümkün artımla bağlı rəsmi qərar gözləyirlər. Eyni zamanda minimum əmək pensiyasının da artırılması ilə bağlı müxtəlif iddialar səsləndirilir. İqtisadi ekspertlər hesab edirlər ki, sosial sahədə ediləcək dəyişikliklər vətəndaşların maddi vəziyyətinə müəyyən təsir göstərə bilər. Bundan əlavə minimum əmək haqqının artırılması məsələsi də gündəmdədir. Qeyd olunur ki, minimum əmək haqqının artırılması bir sıra sahələrdə çalışan insanların maaşlarına təsir edə bilər. Bununla yanaşı bəzi sosial ödənişlərin məbləği də minimum əmək haqqına uyğun hesablandığı üçün həmin sahələrdə də dəyişikliklərin olması ehtimal edilir. Hörmətli izləyicilər, diqqət çəkən əsas mövzulardan biri də pensiyaların köçürülmə tarifləri ilə bağlıdır. Bildiyiniz kimi hazırda Bakı və Sumqayıt şəhərlərində əmək pensiyaları daha erkən tariflərdə köçürülür. Rayon və bölgələrdə yaşayan vətəndaşlar isə bəzi hallarda pensiyalarını bir neçə gün daha gec alırlar. Məhz bu səbəbdən sosial şəbəkələrdə və ictimai müzakirələrdə pensiyaların bütün bölgələr üzrə eyni tarixdə köçürülməsi məsələsi tez-tez gündəmə gəlir. Bir çox vətəndaş hesab edir ki, ödənişlərin eyni vaxtda həyata keçirilməsi daha rahat və daha ədalətli olar. Çünki xüsusilə bölgələrdə yaşayan insanlar aylıq xərclərini planlaşdırarkən ödəniş tariflərinə uyğun hərəkət edirlər. Ekspertlərin fikrincə, gələcək dövrdə rəqəmsal sistemlərin inkişafı və bank xidmətlərinin genişlənməsi ödənişlərin daha sürətli həyata keçirilməsinə şərait yarada bilər. Bunun nəticəsində pensiya və sosial ödənişlərin vahid tarixdə köçürülməsi mümkün ola bilər. Digər tərəfdən sosial müavinətlər və təqaüdlərlə bağlı sistemdə hazırda ciddi dəyişikliklərin olmadığı bildirilir. Bu ödənişlərin əvvəlki aylarda olduğu kimi ayın son günlərində köçürülməsi davam edə bilər. Ünvanlı dövlət sosial yardımı alan şəxslər də ödənişlərin vaxtı ilə bağlı yenilikləri izləyirlər. Hörmətli izləyicilər, burada vacib məqamlardan biri də budur ki, sosial ödənişlərlə bağlı yayılan məlumatların rəsmi mənbələrdən təsdiqlənməsi önəmlidir. Çünki sosial şəbəkələrdə müxtəlif iddialar yayılsa da, yekun qərarlar yalnız aidiyyəti dövlət qurumlarının açıqlamalarından sonra dəqiqləşir. Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, yalnız rəsmi məlumatlara diqqət edinlər və dəqiqləşdirilməmiş xəbərlərə əsasən nəticə çıxarmasınlar. Əgər yaxın günlərdə pensiyalar, maaşlar və sosial müavinətlərlə bağlı rəsmi qərarlar açıqlansa, həmin məlumatları sizlərlə operativ şəkildə paylaşacağıq. Videomuzun sonuna çatdıq. Əgər bu cür sosial xəbərlərin davamlı paylaşılmasını istəyirsinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Fikirlərinizi isə şərh bölməsində yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirik.